İnanılmaz ləzzətli dadı damağınızda qalacaq 3 ingrediyentdən ibarət olan ev şəraitində şokoladlı dondurma. 200 qram qaymaq, 150 qram qatlaşdırılmış süd mikserlə qatışdırırıq. Karton stakanın içinə şokolad qoyub mikrovalnovkada əridirik. Bu şəkildə yayırıq. Qoyuruq dondurucuya 10 dəqiqə qalsın. Sonra düzəltdiyimiz dondurmanı tökürük stəkana. Ortasına çubuq qoyub üzərinə şokolad töküb qoyuruq dondurucuya. 10-15 dəqiqədən sonra götürüb karton stakanı kəsib çıxarırıq. Hazırdır, nuş olsun. Abunə olub like qoymağı unutmayın. Sizin üçün like qoymaq bir tıkdır, mənim üçün böyük motivasiyadır.